İşə adam düzəltmək çox çətin bir məsələdir. Hətta məsələn, demək, dövlət qulluğu imtahanı verib, tələb olunan sertifikatı alıb və bu cür insanlar tanıyıram ki, onların bəlkə də, mən bunu rəqəmi deyəcəm 70-80%. Bəlkə də bu indi yalan olar, çünki o statistika məndə yoxdur. Sadəcə müraciətlərə uyğun deyirəm ki, dövlət qulluğundan keçən insanların da əksəriyyəti iş tapa bilmir. Bu, dövlətin qarşısına duran ən ciddi problemlərdən biridir. Ümid edirəm ki, bununla bağlı daha ciddi müəyyən addımlar atılmalıdır, müzakirələr keçirilməlidir və mən istərdim ki, ümumiyyətlə, Milli Məclisdə də indi bu məsələni mən qaldıracağam və istərdim ki, Milli Məclisdə də bununla bağlı bir xahiş edək ictimai dinləmə keçirilsin ki, aidiyyatı qurumlar da gəlsin və bu məsələnin kökündə dayanan problemləri araşdıraq və həlli yolları ilə bağlı hər hansı bir addımlar ataq. Çünki bugün də mənim stolumun üzərində onlarla vətəndaşın ərizəsi var ki, dövlət qulluğundan keçib, amma aidiyyatı işlə təmin oluna bilmir.